əsrlər boyu insanlığın axtarışında olduğu yaxşı nədir, pis nədir? Sualının cavabını əsrlərdən sonra bir filosof çox mükəmməl şəkildə belə izah etmişdir. Yaxşılıq, yaxşı insan, yaxşı dediyimiz şey heç bir canlıya toxunmaq istəməyən, yəni onu sadəcə o canlılığa xidmət eləyən duyğulara deyilir. Yəni o duyğuları olan insana deyilir. Yəni bu təbiətdə, bu yaşam olan, bu canlılıq deyən bir şeyə xidmətdədir. Bütün hər şey, bax bu yer planetində sistem, hər şey bir-birini tamamlayır. Bir arı, bir ay olmasa bütün aclıq olar. Bir belə deyək, hansısa bir canlının olmaması, bir soxulcanın olmaması torpağın münbitliyini aradan qaldırar. Hər şey tamamlayır bir-birini.